Bəli dostlar, bu videoda tələbələrimdən biri, uğur qazanan tələbələrimdən biri İlkin bəylə söhbət oluram və maraqlı bir söhbət edirik. Odur ki, çayınızı, kofenizi yanınıza alın, yəni diqqətlə izləyin ki, İlkin bəy öz işi ilə bağlı bu YouTube tərəfində necə başladı, nə etdi, hər birindən bağlı danışacaq. Bu uğuru necə qazandı, onunla bağlı. İlk olaraq İlkin xoş gəldin. Xoş gördük Ağa bəy, necəsən? Şükür, sən necəsən? Şükür Allaha, çox sağ ol. Mən də yaxşıyam, Allah Mən razı istəyirəm olsun. ki, bir danışasan sən bu işə necə başladın, daha əvvəl uğursuz kanalların oldumu və yaxud da necə oldu hər şey, istəyirəm ki, bir danışasan. İlk öncəliklə bu işə başlamağıma səbəb insanların danışıqları, yəni YouTube'da özüm də maraqlanırdım, baxırdım videolara falan, türk YouTuberlara falan. Baxırdım, onları görürdüm ki, həqiqətən də izlənirlər, qazancdan danışırlar. Bir çox Hı -hı. kurslar, yəni həqiqətən sınamışam belə deyim. Amma ki, çoxunda da uğursuz olmuşam. Yəni kanalların bəlkə də 5-6 dənə kanal var. Hal-hazırda da göstərə bilərəm yəni kanalları ki, onlarda çox uğursuzluqlarım olub. Amma TikTok'da sənin videoların qabağıma çıxırdı. Ondan sonra bir iki videona baxdım. Düzdür. Başda inanmadım mən də. Dedim ki, yəni neçəsinə qoşulmuşam, alınmayıb da. Dedim bəlkə səndə də eyni şey olacaq. Amma gördüm ki, yəni qazandıra bilirsən də. Həm də sən orada dedin ki, az izlənməklə daha çox gəlir. O da biraz inandırıcı gəlmirdi ki, yəni necə ola bilər də. Baxırdım, məsəl üçün türklərdən misal götürürdüm mən. Deyirdim ki, milyon izlənirlər, hələ narazıdırlar da məsəl üçün qazanclarından. Sən deyirsən ki, 500-600 izlənməyə gözəl qazancları var, 6000 izlənməyə baxırdım, gözəl qazanclar var. Elə daha gördüm həqiqətən də belə şeylər var. Dedim ki, qoşulum, bəxtimi mən də sınayım, baxım necə olur. Əslində ən başda düşünürdüm ki, yəni mən sənin kursuna da qoşulsam, ən azından bəlkə də bir 10 dənə uğursuz kanalım olacaq. Bəlkə 11-ci də, 12-ci də, bəlkə 15-ci kanalımda tutuzduracağam, amma elə olmadı ki, ilk kanalımdan mən uğur əldə elədim. Yəni belə. Aydındır. Bəs sənə bir sual verim. Sən bu süni intellekt ilə qazanma tərəfinə necə baxırsan? Yəni həqiqətən də 100% süni intellekt istifadə edərək qazanmaq mümkündürmü, yoxsa bu yalandırmı və sən də özün də hal-hazırda necə qazanırsan, nə istifadə edirsən, süni intellektdən nə qədər istifadə edirsən və yaxud da özündən bir şeylər qatırsanmı? Bizə ümumi olaraq bunlardan danış. Əlbəttə ki, bir nişi kopyalayanda hər halda onun içinə özgünlük qatmaq lazım ki, yəni YouTube'da izlənə biləsən. Eynisini eləsən, hər halda uğursuz nəticələnə bilər. Bəlkə də mənim uğurlu nəticələnməyimin səbəbi bəzi özümdən 1-2 dənə ora əlavələr əlavə etməyimə görə kanal izləndi. Və daha çox təbii ki, sənin sayəndə olub, sənin dediklərindən uyğun olaraqdan eləmişəm. Özüm də bəzi şeylər qatmışam. Ona görə böyük ehtimalla birinci kanaldan izləndim deyə fikirləşirəm. Yəni sən necə demisənsə, o cür eləmişəm. Sadəcə özümdən 1-2 əlavələr eləmişəm, çox da yox. Aydındır. Bəs belə bir sual verim. Həqiqətən də az izlənməyə çox gəlir qazanmaq mümkündürmü? Yəni sən bu kanalından onu görə bildin yoxsa yox? Yəni sənin hal-hazırdakı Mümkündür, gəlir əlbəttə. tatmin eləyirmi? Yəni bizə onu de. Təmin edir təbii ki, çünki bundan qabağa YouTube'dan bir dənə kanal tutuzdurmuşdum. O da ki, o çox az da yəni qazanc verirdi. Amma indi baxdım ki, yəni az izlənməyə həqiqətən də çox qazanmaq mümkündür və bunların hamısını da süni intellekt üzərindən edirəm. Özümü göstərmədən sadəcə kompüter və süni intellektlərlə sənin kursunda nə yazılıbsa, onlarla edirəm. Yəni əlavə bir şey, heç bir şey yoxdur. Bəs deyə bilərsənmi, kursdakı hər bir şeyi ən incəliyinə qədər öyrəndikdən sonra, yəni hər şeyi mən hər zaman deyirəm kursun daxilində də hər şeyi not alın, yəni bir dəftər tutun özünüzə, hər Düzdür. şey qeydlərinizi də aparın. Bunların hər birini edib də qısa müddət ərzində və yaxud da qısa müddət 1 ay, 2 ay demirəm. Yəni bir insan öz üzərində işləyib də həqiqətən də bu işi beyninə qoysa, yəni burdan həmin o izləyənlərə, bu işə həvəsli olanlar üçün, yəni bunu deməyini istəyirəm. İşi edə bilərmi həqiqətən də, yoxsa bu iş şans işidirmi və yaxud da bəxt işidirmi bir sözlə lord desəm, yoxsa həqiqətən də hər kəs yəni bu işi öyrənə bilərmi? Məncə yəni buna marağı ilk növbədə olmalıdır bir insanın. Biraz da daha çox səbir lazımdır. Yenə deyirəm, mən 1 il başqa bir kursa qoşuldum. Türklərin bir kursu idi, indi ad çəkməyəcəm. Hı -hı. Qoşuldum, amma ki çox yəni bəlkə də 5-6 dənə mənim uğursuz kanalım oldu. Yəni özümdə görürdüm ki, yəni çox da belə deyim də, sənin kimi can yandırmırlar. Belə deyim də. Yəni məsəl üçün sizin kursa yazan kimi, orada yöneticilərə yazan kimi uzağı 2-3 saatda maksimum, ən gec yəni 2-3 saat ərzində adama geri dönüş edirlər. Onlarda bəlkə də insan çoxluğuna görədir. 2 gündən, 3 gündən bir yazırlar. Yazanda da deyirlər ki, məsəl üçün gecə oldu, nə bilim, mesajınız aşağıda qalmışdı falan. Səndə elə bir şey də görməmişəm. Yəni bir insana həqiqətən marağı varsa, səbri varsa, səbriniz mütləq şəkildə olmalıdır. Çünki səbriniz olmasa heç bir işi həyatda belə görə Düzdür, bilməzsiniz. düzdür. Səbr lazımdır və həqiqətən də inanmaq lazım, maraq lazımdır. Yəni mənim özümün də əvvəldən belə yəni video düzəltməyə çox marağım olub. İstər Instagram olsun, istər TikTok olsun, fərqi yoxdur. Yəni bu platformalara videolar düzəltib paylaşmışam. Yəni TikTokda bu hətta montaj işini şəhadət belə deyim, göstərirsən əlavə. yəni çox əslində maraq lazımdır, səbr də lazımdır. Yəni mən deyim ki,
Hə, mən məsəl üçün bəlkə də biraz da şans deyim, bəlkə də maraq deyim, bilmirəm. Mən birinci kanalıma tutuzdurdum. Elə insan ola bilər ki, yəni 10 dənə kanalsın, ya özünü tuta bilməz. 11-ci kanalda elə tutar ki, bəlkə də heç o uğursuz olduğu 10 dənə kanal heç onun yol gözünə görünməyəcək. Yəni o cür bir qazanc əldə edəcək ki, heç onları gözünün qabağına gətirməyəcək ki, mən 10 dənə kanalda uğursuz oldum, birincisinə tutuzdurdum. Mən şəxsən yəni bu dəqiqə özümü həqiqətən necə deyim, sənin sayəndə xoşbəxt hiss edirəm ki, ən azından nə isə bacardım. Təbrik edirəm mən də. Yəni əsas odur ki, işi bir insan beyninə qoydusa da, o işdə daima Əlbəttə ki. taqət göstərdisə də əvvəl-axır bu olur. Bir günə olmaya bilər, bir ay olmaya bilər və ya da 5 ay olmaya bilər, amma sən həqiqətən də istəyirsənsə bu işi, əvvəl-axır sən bunu bacaracaqsan. Bir də ki, mən hər zaman belə bir misal çəkirəm. İnsanların bir çox, yəni mesajları mən də oxuyuram. Yazılan mesajları, sonra yorumlardır, ondan sonra WhatsApp üzərindən yazılan mesajlardır. Yəni hər kəs deyir ki, bu işi çox asanmış kimi göstərirsiniz. Biz də başladıq işə 1 ay ərzində qazanmalıyıq və ya da 5 ay ərzində qazana bilərikmi kimisindən də suallar verirlər. Yəni onlara belə bir şey demək istəyirəm. Biz yəni ki başlayırıq nə edirik ilk olaraq? Oxuyuruq, 11 il oxuyuruq. Ondan sonra 4 il universitet, hətta ondan sonra magistr oxuyanlar da var. Lap deyək oxudunuz, bitirdiniz hər bir şeyi, ondan sonra da işləyə bilmirlər. Hətta iş axtarma vaxtı gəlir, işə başlayırlar. Yəni müəyyən müddət bir xeyli vaxt keçir də burada, düzdürmü? 11 il oxumaq, 4 il universitet, ardından 2 illə magistr. Hələ ondan sonra da iş axtarma müddəti var. İşi də bəyənmə və yaxud da işləmə, indi maaş və sair bəzi şeylər var. Yəni burada müəyyən vaxt gedir. Demirəm ki, məsəl üçün oxumaq vacib deyil. Əlbəttə ki, vacibdir. Amma bizim görün işləməyə görə nə qədər bir müddət sərf eləməyimiz lazımdır. Ona görə də mən deyirəm ki, ən az bir ildə YouTube tərəfində vaxt sərf olunmalıdır. Yəni burada insanlar fikirləşə bilər ki, 1 il deyirsiniz, bəs 1 ildən tez olarmı, olmazmı kimisindən sual verirlər. Əlbəttə ki, olar. Yəni sizin qavrama qabiliyyətinizdən asılıdır əlbəttə ki. Çünki məsəl üçün kursa hər hansı bir insan da qoşulanda biz ondan həm söhbət aparanda deyirik ki, yəni sizin biz qavrama qabiliyyətinizi bilmirik və yaxud da daha əvvəl heç kompüterlə belə məşğul olmusunuzmu, olmamısınızmı? Yəni insanın özündən asılıdır. Sən işi həqiqətən də istəmirsənsə, əlbəttə ki, buna nail ola bilərsən, amma burada sənin vaxtın getməlidir. Yəni əziyyətsiz heç nə yoxdur. Biz bunu hər zaman deyirik. Yəni doğru məlumatda hər zaman qeyd edirik ki, əziyyətsiz heç nə yoxdur. Burada sizin vaxtınız getməlidir. Yəni aldığınız kursu ilk ayında gəlir, yəni mümkün deyil. Heç kəs üçün mümkün deyil. Tamamilə doğru. Aha, suallar verdim, yəni çox gözəl cavablandırdın. Ona görə bu verdiyin cavablara görə də sənə təşəkkür edirəm. Biraz da sənin kanalına baxaq görək. Sən həmin Buyur. bu ekranda gördüyümüz 99 dolları, yəni dollardan mı qazanmısan yoxsa Jamakiya dolları ilə insanlar mı aldırırıq? Biraz ona da Var elələri, o düz deyirsən. Elə göstərirlər. Əlbəttə. Mən də görmüşəm. Buradan yəni göstərə bilərik də kanala yəni 21 oktyabrda başlamısan və hal-hazırda kanalın 31 oktyabrda yavaş-yavaş yüksəlməyə başlayıbdı və noyabr aylarında artıq sən 100 izlənmələrə çatmısan. Yəni bizim üçün bu 100 izlənmədir. Burada məsəl üçün mən 5 noyabr tarixində 5500 izlənmə göstərirəm, amma bizim üçün çox yüksəkdir. Çünki bu kanal alman dilindədir. Yəni Almaniyadan izləndiyi üçün gəlirləri yuxarı olur. Elə mən gəlsəm buradan təxmini gəlir hissəsinə görsəm ki, hə, kanalın birinci ilk gələn günkü gəliri 21 dollar 88 sentdir. İkinci günü 32 və üçüncü gündə 45 dollar 87 sent bu kanal gəlir götürübdü. Almaniyadan izləndiyi üçün. Yəni çox xırda izlənmələri belə biz yuxarı gəlirlər götürə bilirik. Ayın 15-i də bu kanal nə qədər izlənibdi? Buradan göstərəm mən. 3931. Yəni 3931 izlənməyə biz buradan 45 dollar gəlir qazanmışıq. Bu da yəni Azərbaycan ölkəsinə görə çox yuxarı puldur. Yəni Əlbəttə. ayarlar hissəsindən də buradan göstərim. Yəni görürük ki, ABŞ dollardır. Yəni buradan heç bir şey kəsmirik, etmirik. Bağlayın da deyirəm. Kanalın da son 48 saatdakı izlənməsi 10720 izlənmədir. Kanalın da hər halda səhərki gəliri 55-60 dollar ətrafında olacaq. Bir də ki, İlkin sənə bir sual vermək istəyirəm. Buyur. Həmin bu kanal üçün hazırladığın videolar, yəni çoxmu çətindir və yaxud da çoxmu belə güclü lord deyək də montaj tələb eləyirmi və yaxud da nə qədər vaxtın gedir yəni sənin ümumi olaraq bu işi görmək üçün bu kanalda? Maksimum 2 saat vaxtımı alır. Yəni ondan artıq çətin bir şey yoxdur. Yəni o da necə deyim, səsləndirməsidir, nə bilim, bir şəkli tapmağımdır. Rəqib kanala görə məsəl üçün kapaq şəklinin düzəldilməsidir. Videonun içində istifadə etdiyim şəkildir, rəqibə uyğun. Yəni heç bir şey çətin bir şey yoxdur. Maksimum yəni 2 saatınızı alır. Yəni öyle böyük bir montajı da ehtiyac yoxdur. Çox asan bir formada. Yəni belə deyim də qısaca bir dənə belə bir şey deyim ki, 10 saniyəlik video və davamında görürsünüz orada 26 dəqiqəlik videodur məsəl üçün. Aha. 30 saniyə video. Geri qalanda hamısı sadəcə bir şəkil. Effekt, yəni belə çox sadə montajdır. Yəni montajdan başa çıxanlar hər halda bilirlər ki, bu dediyim çox sadə bir montajdır ki, orada başqa heç bir şey eləməyə ehtiyac yoxdur. Səsləndirməsidir, effektidir, 30 saniyə videosudur. Davamında videomun 26 dəqiqəsində hamısında elə bir ki, sadəcə bir görsəl, bir şəkildən istifadə olunur. Bir də altında musiqidir.
Vəssalam, bu qədər çətin işin yox. Aydındır. Ümid edirəm ki, izləyənlər üçün də, yəni bu aydın oldu. Nə formada burada iş gedir, iş necədir, çətinliyi necədir və yaxud da yəni hər şeylə bağlı ümid edirəm ki, yəni ümumi danışdıq hər şeydən bağlı. Danışmadığımız nəsə qalmadı məncə. Yəni hər şeydən bağlı. Sadəcə danışdıq. üzr istəyirəm, sözünü kəsdirəm. Yəni bu işə marağı olanlar, başlayanlardan da yəni sadəcə bir qardaş məsləhəti görürəm ki, səbirli olsunlar. Hər bir 6 ay, 1 il, yəni maksimum 1 il buna özlərinə bir şans versinlər. Amma təbii ki, üstlərində çalışsınlar. O demək deyil ki, mən gəldim ağanın kursunu aldım, oturub heç nə. Ancaq videolara baxım, əlimə ağdan qarayı vurmayım, nəsə video düzəltməyə çalışmayım. Nələrsə çalışın, az-az da olsa, balaca-balaca da olsa, 1 il içərisində öz üzərinizdə işləyin. Məncə hər kəs uğur qazana bilər bunları etsə. Hər kəsə də buradan uğurlar arzulayıram. Təşəkkür edirəm. Həqiqətən də elədir. Yəni mən də o fikirdəyəm. Hər zaman da o fikirdə qalacağam. Çünki insan həqiqətən də bir şey istəyirsə və o şeyi də həqiqətən ürəkdən istəyirsə də ona nail olacaq. İlkin təşəkkür edirəm sənə gəldiyin üçün, dəvətimi Xoş qəbul söhbət etdin. oldu. Mənim üçün də çox xoş oldu. Çox yəni xoş söhbət oldu. Ümid edirəm ki, izləyənlər üçün də xoş oldu bu və ümumi olaraq hər şeylə bağlı danışdıq. Ona görə də yəni sənə təşəkkür edirəm təkrardan və videonu da burada dayandıraq. Yəni ümid edirəm ki, bu izləyənlər üçün də yararlı olacaq və həvəsləndirici olacaq. Yəni kimi başlamaq istəyənlər İnşallah. varsa əgər başlaya bilərlər. Yəni sırf şərt o deyil ki, burada biz kurs reklamı eləyək, mənim kursumu alın kimisindən yox. Yəni həqiqətən də evdən artıq oturaraq gəlir qazanmaq mümkündür. Yəni kim də istəyirsə də, həqiqətən də bir işlərə marağı varsa da başlaya bilər. Yəni şərt o deyil ki, mənim kursumu almalıdırlar və yaxud da məndən öyrənməlidirlər. Başqasından öyrənsinlər, amma başlasınlar. Əlbəttə. Başlasınlar, qazansınlar əsas odur ki. Çox sağ ol İlkin. Hələlik görüşərik inşallah. Görüşürük. Təşəkkür edirəm İnşallah. gəldiyin üçün. Mən də təşəkkür edirəm. Sağ ol.